Acının dürüyem gedem yoxsa doğrusu döyüydüm. Sos pişirirəm. Mənə istəyəklər bu var. Ben önce çökərəm də. Sos pişirirəm özdə malatı. Hay Allah pişirir. Ne var mı izleyiciler? Acından rüyam gedir. Hep yakışın saykınız, şıntan yediğiniz üstündeyim. Allah'a ama onda olsun. Bir tane açmışımsa. Yoktu da şakalı ki yemek adamı da geç sanmışım. Başıma ne olur Niye hansı gün hatırlaşam? Tehlime. Gözüm geldi. Çırptı gözüm ayağıma. Sos pişirirəm.
kazanda pişireyim. Bu yağı çıkardım, yağ erisin mi ki? Ay güzel kızlar. Heç kim lağ eləməsin ki, bu vaxt yemək olar. Nə mən olur. Nağır. Gözüm sıkıldı. Gözüme yine düştü ağız. Doğradım hamsam. Sürek baş gibi dönüyor. İyi biraz öyle. Dert değil biraz. Tam pişmiyor.
Soğuk. Muhabbet. Müəllim, çox sağ ol, panorama, təşəkkür edirəm, xoş gəlmişsiniz. Pardon. Hoş geldiniz Hasan. Atarım birazdan. Ne pis sözler yazırsınız, ayıp olsun size, Allah'ım olsun. Kimin almışam, ötmüşüm evimdə də canlansı, iki xana görəm ki, deyəsən qazından cırılıram. Mən belə xoşlayıram, canlıda yemək, bağlayanda iştahım olmur o qədər. Niyə? Təkəm ona görə. Bəlkə bir sevgilim yanımda olsa, bəlkə bir dostum yanımda olsa, hə. Ona söhbət edirik, yerim, hiç canlı daşımanım. Amma Allah'ın dostu təkəm ürəyim sıxılır deyəm ona görə. Salam. Hadi, ikinci yeməyimdə yerim. Bayaq saat 5 idi də, 6 idi deyəsən. Şirin çayla kamış qatığı yedim, qaymağın. İndi də gecə sozlu qoyurum. Elə xoş gibi keçəkdir ki, Allah'ım, elə keçəkdir soz. Lezzət elədim, bunu pişləmət olacaq. Olsun da təkəm. Bugün böyle təkəm evdə. Ben sizi çok seviyorum. Yo sos pişireceğim. Ürəyim sos istəyir. Ne var bunu soxmayım, mən bir dostum yoxdur. Evet. Çok güçlü desteklerim olan kimi. Artıq mən qabaqçı mən deyiləm. Onu da deyim biraz. Moddan düşmüşəm artıq. Gözün işi yayında maraqlı aparmam qabaqki kimi. Sizi isgət deyən ki moddan düşmüşsünüz izləmirəm. Babaş mənə kömək elə bilərsən. İncimə xeyir heç günə. Çünkü çok eləmişəm burada kömək. Heç biri beni dilə gətirmir. Heç olmaq da istəmərəm. Olmaq istəmərəm. Daha
daha yığdığını, nə bilirsən yığmışım, qadın pulunu saymışdı, mənə bərabər yığmışdım, bax, Meşova. Niyə? İstəmirəm də olma, niyə? Mən özüməm, kimsə də olum. Biri gəlir sizə. Nə bilim biz niyə qaqaş, niyə pis sözlər yazır, bilmirəm, amma nə varmışam bunlara, neynəmişəm, Allahın dostum bilmirəm, ya gözü götürməməzlikdir, ya paxıllıqdır, nə bilim, direktimə də yazırlar şu. Çox nə bilim, heç elə qabaqki kimi tezdir canlı belə açmıram. Xeyr, mən iki xana deyiləm. İkinci vaxt başladılar yığmağa. Bəli. Alo. Bəli. Salam. Aleyküm. Ben bayaqdan sizə baxıram, prosto oraya yazmaq istəmirəm, niyə? Çox yazırlar, oxumaq olmayacaq da. Bayaqdan oldu bir-iki çox yazırlar ki, ay nə bilim, oraya yazırlar ki, neymiş bu canlıda, nə bilim nə. Mən çox maraqlıdır, onlar özləri niyə görə bu canlıdadılar, əgər onlara maraqlı deyillərsə. Bəs onda özləri niyə baxır? Bu eşitirlər də səsimi, buna baxan biri də mənəm. Bir de hoştu, bir maraqlıdır, baxırıq. Bilək biri gəlir sizə. Mən şok yaşayıram, yəni bilək biri bizə gəlir, Allah haqqı şok. O bohtama açıq canlıda o sözləri deyil, sürdü gəlirəm sizə. Maraqlı həyatdır da valla. Əslində o deyirsiniz, siz bayaq ki, mən həqiqətən də sizi heç belə tanımıram, yəni hamını Allah yaradır, Gəlsin, mən qonaq pərvərəm, amma nə bilim də, yəni, mən onu affet etmiş deyirəm də, yəni, deyim biləsiniz də, yəni, gəlsin, danışacağım, amma affet etmiş deyirəm mən onu, o bohta sözlərdən sonra, çıxıb canlıda danışmaq. Amma deyib gələydi də, lan, indi saat 2-dir, gecə vaxtda da gəlir, səhər gələydi də, heç olmursan. Heç nə xanım, danışarıq da, zəng vararsınız. Babuş, seviliyorsun. Maçı izleyiciler, teşekkür ederim. Niye yatmışsın? Bəli. Fatih, akşamı xeyir. Akşamınız xeyir. Bir kəlmə deyəcəm, onlar yazırlar, negativ sözlər yazırlar qəsdən, yəni sən bir dəfəlik ümumiyyətlə TikTok'dan çıxarsan. Ne çıxırım TikTok'dan? Onlara yüz verəsi deyiləm. TikTok'dan ne çıxırım? Mənim gəlir yerim buradır. Bəli, qətiyyən ruhdan düşmürsən, hiss olunur da, yəni emosional hiss olunur ki, yəni artıq sən ruhdan düşürsən. Qətiyyən elə şeylərə yol vermə. Müvəqqəti bir şey keçib gedəcək. Yaxşı. Oldu, sağ ol. Moderatora güclü nəzarət eləməlisiniz mənim çatıma. Güclü, başa düşürsünüz, güclü. Elə bil ki, bir dənə artıq negativsiz görməli deyiləm də yana. Naxadı elə bil ki, nəsə yazdı, onu da sizə. Ona görə bir neçə gündür ki, mənim çatıma yaxşı, güclü nəzarət edin də xahiş edirəm sizdən. Mən moderatorlarıma deyirəm, heç kimə də əmr eləmirəm, moderatorlar mənim canlarımdır, çünki səhifəmdədir. Yəni, görmək istəmirəm də pis yazanları. Mən iki xana deyiləm, iki xana siz istərsiniz. Xeyr, tanımadığım insana da mod verə bilmərəm. Durma artıq, yağı töküm. Qoyurum. Baxacam ay Esmirə xanım, qoy bunları töküm sən canım. Hansı nömrəmə yazmışsan? Mənim nömrəmi bilirsən ki, reklam nömrəmə yoxsa yazmışsan?
Məni sevatanlar çox sağ olun. Teşekkür edirəm. Hər birinizə yaxşı ki varsınız. Məni tək qoymursunuz, mənimlə bərabər söhbət edirsiniz. Bir kızmıştım ki canım yadımdan çıktı saat gör. Elə istəyirəm canım düşsün. Çünkü bəzi kütlərini qəşəng tanıdım. Allah'a ona görə görürsünüz ki canımı maraqla aparmıram. Bax qəsdə. Onun canlısında yazırdılar. Sen neyse, indi yoxdur deyil ki, həmlərin programlar gəlfəl mənim canlıma. Beni istəyirəm çıxasınız. Sevənlərim qalsın. Məni sevənlər, mən baboş eləyənlər o heç, onlar qalacaq. Onlar mənim daim sevən izləyicilərimdir. Getdim gülə gülə. Baba, gülə gülə. Valla. Babuşun çok da değişmedi. Babuş öz il boyu 2021'den ya TikTok'ta sağlanmışır. Terbiyesinden, nefretinden, edebinden. Geçin. Ona göre görürsünüz ki bak kabak kimi enerji değilim. Deyip gülmürəm, elə sadece mesajlarınızı oxuyurum. Mən heç də belə ruhdan düşmərəm. Sadece gözləyirəm ki o məni sevməyən insan, yani məni sevməyən insan gəlməsin canlıma. Dayanı tərk eləsin də buranı. Səni sındırmaq istədilər, özləri sındı. Əlbəttə ki, mənim nəyimi sındıracaqlar. Aynen gələn huyla getdi. Nəyimi sındıracaqlar. Allah göz qabağındadır. Mən tərbiyəsiz yayın aparmıram. Mənfətsiz yayın aparmıram. Kimsəni təhqir eləmirəm. Hansısa bir PKC-ni qoşub təhqir eləmirəm. Allah şükür. Mən özüməm ki 5 ildir də TikTok'dayım. Mənim öz sevən izləyicilərim var. Ona görə də həqiqətən mən çox şanslıyam ki
ne gözəl izləyicilər əldə eləmişəm. Nə olsun ki, səsini unutmuşam. Hə, nə səsdir ki? Baboş danışma, çox boş ver. Salam, salam. Eşek soğuzumu pişirin, ben soğuzumu. Deli Yılmaz. Soğan çok kırmızı kızardı. Deyip zövde yiyirsen. Üçüncü ördeğe falan ne olur? Paklayanlar da var. O şərtdə bunlardan xeyirlidir. Pandorda döküp suyunu da dökeceğim kazanda все. Oldu pişti. Kartofu dökeceğim biraz gözleyeceğim pişecek. Gaz o köhne kazan bundan sonra da kazanlarman olur ki. Kazanlarman olur değil ha. Değil. Teze. Ne olur? Kazanım var çocuğu pişirəm. Niye onu terk edirəm ki? Onda inşallah yoldaşım gəlində pişirər. O kadar kazanım var ki değil burada. Cehizleri var. Mən pis günlə sevinmirəm. Mənim onunla hiçbir münasibətim belə yoxdur. Mənim onunla nə işim var ki? Mənim izləyicilərim biraz nazlanan kimi mantiz yığırlar. Direktimə yazırlar. Baboş yenə nazlandım. İndi o ürək yazıb qoyanlar niyə getmişsiniz? Yanındasınız indi onun. Görsə deyilsiz. Ona görə ki, mən özüm həqiqətin çox gözəl izləyicilər qazanmışam. Sağ olun ki, məni sifətə çıxanda mən də bərbad gündə idim. Çox əzilirdim, başıma şal bağlayırdım. Allah mənim sevən izləyicilərimi qorusun. Həmişə Allah onların başından töksün ki, məni düz yola çəkdiniz. Dəstəkçilərimi, Allah'ın həmişə sizə duacıyam ki, məni belə düz yollara çəkdiniz. Mənə belə öğütlər verdiniz. Çox sağ olun ki, teşekkür edirəm sizə. Allah'a. Sos pişirdim. Heç kimə söz atmıram. Mən özümə danışıram, özümə cavab deyəm.